İyunun 29'unda Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin ərazisində qapalı paylayıcı qurğularda təmir təftiş işləri aparılacaq. Bu barədə Azərişıq Açıq Səhmlər Cəmiyyəti məlumat yayıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bildirilib ki, bununla əlaqədar olaraq səhər saat 10-dan 13:00-a qədər Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri bitdikdən sonra isə həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Azərqaz Təsərrüfat Birliyi də məlumat yayıb. Məlumatda deyilir, sabah paytaxtın bəzi ərazilərində qaz kəsiləcək. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10-dan işlər bitənə qədər Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Naxçıvani və Davudoğlu küçələrinin qaz təchizatında qısa müddətli fasilə yaranacaq. Yaranacaq fasiləyə görə Azərqaz Təsərrüfat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir.